Salam, mən Solmaz Əliyeva. Bugün sizə həyətimizdəki qoz ağacı haqqında danışacağam. Sadə görünən bu ağac əslində sağlamlıq xəzinəsidir. Gəlin birlikdə öyrənək. Qoz meyvəsinin faydaları nələrdən ibarətdir? Qoz beyin üçün ən faydalı qidalardan biridir. Omega 3 və E vitamini və antioksidanlarla zəngindir. Yaddaşı gücləndirir. Ürək-damar xəstəliklərinin qarşısını alır və immuniteti artırır. Yarpaq və qabıq da faydaları vardır. Qoz yarpaqları təbii dərmandır. Dəri xəstəliklərinə qarşı istifadə olunur. Qabığı isə diş ətini gücləndirir, antiseptik təsir göstərir. Qoz ağacının odunu və ekologiyasına danışaq indi. Qoz odunu çox məhkəmdir. Mebellərdə və sənətkarlıqda istifadə olunur. Üstəlik bu ağac torpağı qoruyur və havanı təmizləyir. Qoz ağacı əkin, qoruyun, faydalanın. Təbii sağlamlıq sizin əlinizdədir. Videonu bəyəndinizsə paylaşın və abunə olun.